Yansın dəyişənə rəhmət eləsin. Atamın anası, məsələn, yoldaşım, mənim babam şəhid olub o vaxt Böyük Vətən müharibəsində, qaynlarını itirmiş, 22 yaşından dul qalmış. Həmişə onun arvad ölən günə qədər xəfifcənə ağladığı vaxtı görmüşəm. Bayatı ağlayan vaxtlar görmüşəm. Deyir, Azərbaycan torpağımız elə olub ki, biz Sovet vaxtının müəyyən illərdə müharibə görmədik 45-dən sonra. Amma ondan sonraki illərdə elə bir Azərbaycanın ailəsi olmaz ki, orada sinəsinə dağ çəkilən ailələr olmasın. Bunlar da hamısı şairlərin, yazıçıların əsərlərində görsənir, rəssamların əsərlərində görsənir. Şəxsən siz də, burada məclisə iştirak edən yoldaşlar da bizim yaş dövrümüz elə bir dövrə zamana düşdü ki, ağır müharibələr gördük, Qarabağın işğalını gördük, Şuşa hadisələrini gördük, Xankəndinin o millətin necə ermənilərin köç edib getməsini gördük, prezidentimizin dəmir yumruğunu gördük, şəhidlərimizin şəhid olmasını, onların bu günü bizə Azərbaycanımızın, belə bütöv bir Azərbaycan bizə bəxş edilməsini gördük və onları şairlərimizin əsərlərində gördük. Şəxsən mən sizin şeirlərinizdə hər gün o müharibə günlərində yazdığınız şeirlərin şahidliyəm. O şeirlərdə hamısının o şahidliyəm. Bütün bunlara baxmayaraq, sizin mənim əsərlərim olan duyğularınız, hissləriniz, mənə bir şey həsr edib, Kərəm müəllim. Deməli, o şeiri mən oxuyandan sonra özümü təzədən kəşf edirəm. Ki, ilahi, bu insan şahid ürəyi hissi nə qədərdir? İnsanın qəlbinə necə girə bilərmiş, necə duya bilərmiş? Mən əsərlərimin materialını həmişə Təbrizdən alırdım, gedib oradan alıb gələndə, Təbrizdəki Təbriz adı gələndə ilahi, insan elə bir dünya yeni doğursa, nə qədər təmiz dildə danışan insanlar, sözündə heç bir əcəsində nə rus sözü, əksəriyyət fars sözü olmayan, qurban olun, başına dönün, qadı alın deyən, insana necə səmimi yanaşırlar, hər yerdə, hara gedirsənsə. Həmin oralarda mən satılan xalça, satılan küçə var, böyük bir küçədir. Həmən orada yaxınlaşırdı, bir nəfər mənim şəklimi çəkmişdi. Həmən fotonu Kərəmət qardaşımız görəndə bir dənə şeir həsr eləmişdi mənə, 60 il yubileyli deyəsən. Həmən şeiri oxudum, oxuyanda mən çox təsirləndim. Doğrudan da mənim qəlbimə, ürəyimə necə daxil olmuşdu. Onun indi sürətli doğrusu oxuyayım həmən şeiri, dinləyim. Onun əlvan dünyası, rəngli saplar arasında keçdi ömrüm. Hər bir rəngdən rəng götürdü, işli ömrüm. Xalçaların üzərindən min bir naxış biçdi ömrüm. Usanmadım, çəkinmədim, gözlərimin qamaşdıran bu rənglərin istisindən, soyuğundan büdrəmədim. Yıxılmadım, qəbbas oldum bu dəryada. İlmə-ilmə incilərin tapıb düzdüm istedadın qayığı ilə. Şöhrət tapıb ad almışam, zəhmət ilə əllərimin. Hər görəndə sevinmişəm bəhrəsinə illərimin. Düşünmüşəm, daşınmışam, bir nöqtəyə zillənəndə baxışlarım. Xəyalımda işləmişəm. Göz oxşayan, ürək açan, yeni naxışların, qaynar qəlbin atəşindən bəhrələnib, xəlrizdə harayına hay vermişəm. Gözlərimin nurun qatıb, odlar yurda əsərimə, öz xalqıma, millətimə pay vermişəm. Odlar yurda əsərimdən od almışam. İlmə-ilmə bir xalçanın üzərində tablosunu yaratmaqla, illər boyu bir-birini həsrət çəkən dahilərin, mən Səmədin, Süleymanın, Bəxtiyarın, dahi şair, Şəhriyarın həsrətinə son qoymuşam. İşlədiyim bu xalçalar öz könlümün istəyidir. Neçə qız gəlimin köməyidir, əməyidir. Azərbaycan xalq şairi, Zəlimxanın şeirləri, göz oxşayan ilmələrin bəzəyidir. Günü günə calamışam, dərdləşmişəm dərdlərimlə. Öz içimdən boylanmışam, boy atmışam. Qarabağın dərd yükünü, 30 illik həsrətini mən sinəmdə yaşatmışam. Qarabağın 30 illik həsrətini mən sinəmdə yaşatmışam. Bax, sinəmdə yaşatmışam, ilmələrdə yaşatmışam, bax, beləcə yaşatmışam həyatımın hər anını, baharını, payızını, şaxtasını, boranını. Şükür edirəm Allahıma, dünənimə, bugünümə, xoş niyyətli insanları çıxartdığı üçün ölmə. Mən Allahımla şükür edirəm ki, sizi kimi xoş niyyətli insanlar görürəm, tanışlarımsınız, dostlar. Bax, həmən o fotobudur, indi balaca formasını göstərirəm. Bir də mənim bir əsərim var, Şəhriyara, Süleyman Rüstəmə, Səməd Nuruna, Bəxtiyar Vahidədə həsr eləmişəm. Həmən əsər Şəhriyar bunları həyatda heç vaxt görmədi. Həmən onları mən xalçada birləşdirmişəm, görüşdürmüşəm. Orada Şəhriyarın sözlərini də yazmışam, Səməd Nurun deməli, Süleyman Rüstəmin şeirində deyir, gəl Bakıya bağım baxsam güləndə, bircə ovuc torpaq gətir gələndə, dostlar qatsın məzarıma öləndə, təki onda kama çatım, son mənzildə rahat yatım. Yəni bu şeiri Şəhriyar yazdı, qardaşların üzündən öp, Bəxtiyarın gözündən öp, Səmədin də sözündən öp, mən də təkəm sizə qurban, tək sənəm hamımıza qurban. Kərəmət qardaş, Allah təala həssas ürəyinizi var eləsin, sizlə qürur duyuram. Bir tanış kimi, dost, mən qürur duyuram ki, sizlə eyni dövrdə, eyni vaxtda, mən sizdən bir bayram balacayam. Mənim belə bir xarakterim, xüsusiyyətim var. Biləndə ki, kim ki məndən bircəcə ay böyükdür, ona böyük ehtiram bəsləyirəm. Elə bilirəm ki, mənim böyük qardaşımdır.
Məndən bir yaşda böyük olsa, sanki mənim bir böyük qardaşımdır. Səmimiyyəti ilə, davranışı ilə, təki belə ürəkli insanlar Azərbaycanda çox olsun. Var o qardaşım, təbrik edirəm, uğurlar arzulayıram.